Bismillah, velhamdülillah, ve salatu ve selamu ala Resulillah, əmmə bə'du, əssəlamu aleykum və rahmetullahi və bərəkatuhu. Deməli, Fəthül Məcid, Lişərh Kitab-ı Tövhid. Bugün yenə birinci fəsli davam edirik. Deməli, müəllif, Allah ona rəhmət eləsin, Əl-Ən'am surəsinin 151, 152 və 153-cü ayələrini gətirir. Allah Azza və Cəllə buyurur ki, Qul təaləv ətlu mə hərrəmə rabbukum aleykum. De, gəlin, Rəbbiniz sizə nəyi haram edib oxuyun. Əllə tuşşiku bihi şeyən, ona şərik qoşmayın. Və bil-vəlideyni ihsənən, və valideynlərinizə yaxşılıq edin. Və lə təqtulu əvladakum min imlaq, yəni fəqirlik qorxusu ilə evlatlarınızı öldürməyin. Nəhnu nərzuqukum və iyyahum, biz sizi də onları da ruziləndiririk. Və lə təqrabul fəvaişə mə zəhərə minhə və mə bətən, yəni fuhuş işlərinin gizli və açığına yaxınlaşmayın. Və lə təqtulun nəfsəlləti hərrəməllahu illə bilhəq, yəni haqsız yerə Allahın haram etdiyi nəfsi öldürməyin. Zəlikum vəssəkum bihi ləalləkum təqilun. Bu Allahın sizə tövsiyəsidir, bəlkə ağıllı olasınız deyə, düşünəsiniz deyə. Və digər ayələri də indi şərhdə oxuyacaq. Müəllif buyurur ki, Yəqulu Teala li-nəbiyyihi və rasulihi Muhammed sallallahu aleyhi və səlləm. Deyir ki, Allah Azza və Cəllə Nəbisi və Rəsulu Muhammedə belə deyir. Qul lihəulə'il müşrikin əlləzīnə əbədu qayrullah və hərrəmə mə rəzəqhumullah. O müşriklərə deyil. Hansı müşriklərə? Hansı ki, Allahdan qeyrisinə ibadət edirlər və Allahın onlara ruzi olaraq verdiklərini haram edirlər. Əslində bu ayə nə ayəsidir? Əl-Ən'am ayəsi. Mal-qara. Yəni, onlar əslində Allahın halal etdiklərini haram etdiklərini halal edirlər. Yəni, bunun özü də şirkdir, yəni. Təaləv, gəl, ey həlummu və əqbəlu, yaxınlaşın, bir bəri gəlin, müşriklərə deyir Allah Rəsulü. Ətlu mə hərrəmə rabbukum əleykum. Rəbbiniz sizə nəyə haram edib, onu sizə oxuyun. Ey əqassu aleykum, yəni onu sizə danışım. Mə hərrəmə rabbukum aleykum. Haqqan la təxarrusan və la zənnən, bəl vəhyən minhu və əmrən min indihi. Mən Rəbbinizin sizə nəyə haram etdiyini haqq olaraq deyim. Yəni özümdən uyduraraq yox, zənnə qapılaraq yox. Onun yanından gələn əmr ilə, vəhy ilə sizə Rəbbinizin nəyi haram etdiyini deyim. Əllə tuşşiku bihi şeyən, ona şərik qoşmamanızı. Və kəənnə fil kələmi məhfuzən dəllə aləs-siyaq. Sanki bu kəlamda var, ona şərik qoşmağınızı. Bu kəlamda düşmüş bir şey var. Yəni cümlənin axışı ona dəlalət edir. Təqdiri budur. Vəssəkum əllə tuşşiku bihi şeyən. Sizə vəsiyyət edirəm ki, Allaha şərik qoşmayasınız. Yəni, hardan gəldi bu? Məgər nə vaxtsa Allah şərik halal idi, Allah onu haram etdi? Məgər nə vaxtsa valideyn üzünə ağ olmaq olardı, sonra Allah onu haram etdi? Zaten Allaha şərik qoşmaq özü-özündə həmişə haram olub. Yəni, Allah haram olan şeyin niyə haram elədi ki, təzdən? Deməli, bu haramlıqda məqsəd bilirsiniz nədir? Əmirdir. Yəni, əmr edirəm sizə, mənə şərik qoşmayın. Əmr edirəm sizə, valideynizə yaxşılıq edin. Əmr edirəm sizə, evlatlarınızı öldürməyin. Əslində, vəssəkum burada əmr mənasındadır. Yəni, Allah deyəndə ki, mə hərrəmə rabbukum aleykum, Rəbbiniz sizə nəyə haram edib, sual çıxır. Məgər buna qədər şirk halal idi? Yox. Deməli, burada məqsəd hərrəmə aleykum, yəni sizə vəsiyyət əmr edir. Yəni gəlin Rəbbinizin sizə vəsiyyətini oxuyun. O əmr edir ki, ona şərik qoşmayasınız.
Və ləhəzə qalə fi əxiril ayə zəlikum vəssəkum bihi. Elə ona görə ayənin axırında Allah nə deyir? Bu sizə olan vəsiyyətimdir, yəni əmrimdir. Vəssəkum. Və qultu, şərhçi buyurur ki, mən deyirəm ki, fəyəkunu mənə hərrəmə aleykum mə vəssəkum bitərki minəl işrəki bihi. Yəni sizə haram edirəm. Əmr etdiyim şey, yəni mənə şirk etməyin. Bunu əmr edirəm sizə. Yəni budur. Və fil Muğni İbn Hişam, İbn Hişamın Muğnisində əllə tuşşiqu bi şeyən səbət əqvali əhsənuhə. Yəni İbn Hişam bu qrammatika kitabıdır. Əl-Muğni İbn Hişamın qrammatika kitabı var. Orada Hişam. Orada əllə tuşşiqu bi şeyən, yəni ona şərik qoşmayın. Deyir, bu barədə 7 dənə söz var. Onların ən gözəli indi zikr etdiyimdir. Yəni vəssəkum bihi. Yəni əmr edirəm sizə. Və ikincisi də ubeyyinə lakum. Gəlin sizə Rəbbinizdən gələn şeyi bəyan edim. Ona heç bir şey şərik qoşmayasınız. Və ləhəzə izə suilə əmmə yəqulu ləhum Rasulullah sallallahu aleyhi ve sellem qalu. Ona görə də müşriklər deyəndə ki, Allahın Rəsulu sizlərə nə deyirdi? Yəni bir-birləri ilə danışanda onlar dedilər: "Yəqulu ubudullah və la tuşriku bi şey'an və truku ma yəqulu abaikum." Deyir, Allahın nəbisi bizə belə dedi: Allaha ibadət edin, ona heç nəyə şərik qoşmayın və babalarınızın dediklərini tərk edin. Və kəmə qalə Əbu Süfyan li Hirakl. Necə Əbu Süfyan bunu Hirakla deyir. Və həzə huvəl-ləzi fəhəmə Əbu Süfyan və qeyruhu min qavli Rasulillahi sallallahu aleyhi ve sellem ləhum qulu la ilahe illallah tuflihu. Əbu Süfyan və ondan başqaları da elə bu mənanı başa düşmüşdülər. Yəni Allahın Rəsulu onlara deyəndə ki, la ilahe illallah deyin, qurtulun. Onlar bunu başa düşmüşdülər. Yəni la ilahe illallahın daşıdığı mənanı. Yəni Allaha ibadət edin, ona heç nəyə şərik qoşmayın. Və bil valideyni ihsana. Və valideynlərinizə yaxşılıq edin. Qalə Qurtubi. Qurtubi deyir ki, əl-ihsan ilə valideyn, yəni valideynlərə ihsan, yaxşılıq etmək, birruhumə, onlara yaxşılıq etməkdir. Və həfizəhumə, onları qorumaqdır. Və səyanətuhumə, onları yəni gözətləməkdir. Və imtisalu əmərhumə və izalətur riqqə ənhumə və tərkus səltənətu aleyhimə. Yəni onların əmrlərinə itaat etmək, onlardan qul olanları azad etmək və onlara qarşı hökmranlığı tərk etməkdir. Bunların hamısı valideynə yaxşılıq miqdarına daxildir. Daha sonra Allah Azze ve Celle buyurur: "Və la taqtulu əvladakum min imlaq." Övladlarınızı fəqirlik, kasıblıq qorxusu ilə öldürməyin. Nahnu narzuqukum və iyyahum. Çünki sizi də, onları da biz ruziləndiririk. El-imlaqu el-faqru. İmlaq fəqirlik deməkdir. Ey la ta'idu banatikum xəşyətə ailə vel-faqr. Yəni qızlarınızı kasıblıq, fəqirlik, yoxsulluq qorxusu ilə diri-diri bastırmayın. Fə inni razaqakum və iyyahum. Çünki sizi də, onları da mən ruziləndirirəm. Və kənə minhum mən yəfələ dəlik bil inəthi və zukur xəşyətəl fəqr. Onlardan elələri var idi ki, yəni fəqirlik qorxusu ilə yəni qızları elədiyini oğlanlara da eləyirdilər. Bastırırdılar diri-diri. İbn Məsuddan, Buxari və Müslim rivayət etdiyi İbn Məsuddan gələn hədisdə İbn Məsud deyir ki, ya Rasulallah, eyyü zənbun əzəm, ey Allahın Rəsulu, ən böyük günah nədir? Qal, ən təcələ lillahi niddən və huvə xaləqəqə. Yəni Allah səni yaratdığı təqdirdə ona ortaq qoşmağındır. Qultu sümmə ey, daha sonra nədir? Qal, ən təqtulə vələdikə xəşyətə ən yətəmə mə'q. Yəni, övladını səninlə birgə yemək yiyəcək qorxusu ilə öldürməyindir. Qultu sümmə ey, daha sonra hansı?
deyir, ən tuzani bihiləti cər. Yəni, qonşuvun halalı ilə zina etməyindir. Daha sonra Allah Rəsulu bu sözü Allahın ayəsi ilə təsdiqləyir. Deyir ki, وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللّٰهِ إِلَٰهًا آخَرَ. O kəslər ki, Allah ilə başqa bir ilaha dua etmir. وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللّٰهُ إِلَّا بِالْحَقِّ. Yəni, haqsız yerə nəfsi öldürmür və zina etmir. Furqan surəsi. Daha sonra Allah Azza və Cəllə buyurur, وَلَا تَقْرُبُوا الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ. Yəni, fuhuş işlərin açığına və gizlinə yaxınlaşma. Qalə İbn Ətiyyə, nəhyun əmmun min cəmi ənvail fəvaiş. Burada nəhy ümumidir. Yəni, bütün fuhuşları özündə əhatə edir. Və hiyəl məasi, o bütün asiliklərdir. Zəhərə və bətənə, açıq və aşkar. Yəni, əşyalarda, bütün əşyalar bunu özündə əhatə edir. Bütün fuhuş işlər özündə nəyə əhatə edir? İki halı. Ya fuhuş zahirdə olur, ya fuhuş batində olur. Yəni, açıqda olur, ya da gizlidə olur. وَلَا تَقْتُلُوا النَّفْسَ الَّتِي حَرَّمَ اللّٰهُ إِلَّا بِالْحَقِّ. Yəni, haqsız yerə Allahın haram etdiyi nəfsi öldürməyin. İbn Məsud yenə mərfu olaraq İbn Məsuddan gələn hədisdə Allah nəbisi belə buyurur. لَا يَحِلُّ دَمُ الْإِمْرِئِ مُسْلِمٍ يَشْهَدُ أَنْ لَا إِلَٰهَ إِلَّا اللّٰهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللّٰهِ إِلَّا بِإِحْدَى ثَلَاثٍ. Yəni, kəlmə-i şəhadətə şahidlik gətirən bir müsəlmanı yəni, üç şeydə halaldır qan tökmək. Yəni, müsəlmanın qanını tökmək üç şeydə halaldır. Kəlmə-i şəhadət gətirən müsəlmanın qanını tökmək üç şeydə halaldır. Bir, əs-səyyib zəni, yəni evli zinəkar. Və nəfsu bin nəfsi, yəni qisas. Və təriku li dinihi əl-müfariqul cəmə, yəni dinini tərk edəni, mürtədi, yəni. Üç şeydə. Deməli, Allahın haqsız bu üçünü, bu üç şeydə olmayan vəziyyətdə öldürsən, haqsız yerə qan töksən. Zəlikum vəssəkum bihi ləalləkum təqilun. Bu Allahın sizə olan tövsiyəsidir, bəlkə əql edəsiniz, düşünəsiniz. İbn Ətiyyə deyir, zəlikum işarətu ilə hədihil muharramat və səyə əl-əmru müəkkidəl müqarrar. Yəni, zəlikum nəyə işarədir? Allahın saydıqları şey. Yəni, Allah sizə nəyə tövsiyə edir, vəsiyyət edir? Ona şirk qoşmamanızı, valideynə yaxşılıq etmək, uşaqları öldürməmək, haqsız yerə cana qıymamaq. Burada ləallə təlildir. Yəni, Allah Əzzə və Cəllə sizə əmr edir bu əmrləri. Ninnəqilühə, onu anlayasınız və nə'məlu bihə və onunla əməl edəsiniz deyə. Təbəri öz təfsirində, bu Hənəfi olan Təbəridir. Öz təfsirində fikir versəz, Ənam surəsinin 151-ci ayəsində Allah Teala ləalləkum təqilun deyir. 152-ci ayədə təzəkkərun deyir, 153-də təttəqun deyir. Nəyə görə belə deyir? Çünki əql etsəniz, xatırlayasınız. Xatırlasaz da qorxasınız. وَلَا تَقْرَبُوا مَالَ الْيَتِيمِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّى يَبْلُغَ أَشُدَّهُ. Yəni, yetim həddi buluğa çatana qədər onun malına yaxınlaşmayın. Yalnız xeyirxah əməllər istisna. İbn Ətiyyə deyir, həzə nəhyun əm minəl qurbilləzi yəummu vucuhul təsərruf. Yəni, bu qadağa ümumi qadağadır. Yəni, təsərrufda olan ümumi qadağadır. Və bu da sədd-i zərai babıdır, qapını örtmək. Bir dənə istisna olub harda? Yəni, yetimin malına kimsə necə yaxınlaşa bilər? İstisna hardadır? Əgər yaxşılıcasına yaxınlaşsan, yəni onun malını o həddi buluğa çatana qədər artırsan. Mücahid deyir ki, billətihi əhsən, yaxşılıq burada ticarətdir. Hətta yabluğa əşuddə. Yəni, həddi buluğa çatana kimi. Nə deməkdir? Yəni, rüşd, haqqı batildən ayırana qədər. Yəni, səfehliyi gedənə qədər buluq.
Bunu Zeyd ibn Əsləm deyib, Şə'bi deyib və Rabi deyib. Və əfful qeylə vəl mizanə bil qis. Çəkidə və dartıda ədalətli olun, tam çəkin. İbn Kəsir deyir ki, yə'muru təalə bi iqamətil ədli fil əxəz vəl ita. Allah Taala verəndə də, alanda da ədaləti əmr edib. Yəni nəyisə verəndə və ya nəyisə alanda Allah Taala ədaləti əmr edib bu iki halda. La nukallifu nəfsən illə vus'əhə. Yəni Allah birinin daşıya bilmədiyi yükü verməz. Bu ayə nə deməkdir? Allah birinin daşıyadığı bilmədiyi yükü verməz. Bu nə deməkdir? Mən cəhədə bi əda'il haqq və əxədəhu fə innə əxdə bədə istifraqi və sə'ihi və bədəl cühdəhu və lə hərəcə əleyh. Yəni Allah birinə daşıya bilmədiyi yükü verməz. Bilirsiniz nə deməkdir? Yəni kim haqqı əda etməkdə çalışsa və götürsə, xəta etsə, çalışdıqdan sonra xəta etsə, yəni haqqı əda etməyə çalışır, səy göstərir, lakin xəta etdi. O adama heç bir sıxıntı yoxdur. Bir də var, haqqı əda etməyə çalışmır, xəta edir. Sonra deyir ki, yəni Allah Taala mənə bazarmadın yükü yükləməz. Yox, sən səy etməlisən, çalışmalısan, sonra bu ayənin hökmünə girməlisən. Və iz qultum fa'dilu vələv kənə də qurbə. Bir söz deyəndə ədalətli olun, hətta qohumlarınız olsa belə. Həzə əmrun bil ədli fil qavli vəl fiili alə qaribul vəl bə'id. Allah Taala birinci nədə ədaləti əmr edib? Və əfful qeylə vəl mizanə bil qist, feildə. Sonra nə də əmr etdi? Sözdə də ədalətli olun. Yəni sözdə ədalətli olmağı əmr etdiyi kimi feildə də ədalətli olmağı Allah Taala bizə əmr edib. Yaxının olsun, uzağın olsun. Söz deyəndə ədalətli olasan və ya bir feil işləyəndə ədalətli olasan. Əl-ədlu fi qavli fi haqqi vəli vəl adu la təğəyyərə fi rıda vəl qadab. Yəni sözdə ədalətli olmaq həm dostuva qarşı, həm də düşmənvə qarşıdır. Yəni dostun da olsa, düşmənin də olsa, sözdə ədalətli olmalısan. Yəni razı və qəzəb halında bu səndə dəyişməli deyil. Bəl yəkuna aləl haqq və in kana zu qurbə və la yemilu iləl habib vəl qarib. Bəli, sən haqqın üzərində olmalısan, bu sənin qohumun olsa belə. Yəni yaxınlarva, sevdiklərvə meyil etmədən. Yaxının da olsa ədalətli olmasan, yaxın olmasa da ədalətli olmasan. Çünki Allah Azza və Cəllə buyurur ki, وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنٌ قَوْمٍ عَلَى أَنْ لَا تَعْدِلُوا عِدُلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَى. Yəni bir qövmə olan kinli sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun, bu təqvaya daha yaxındır. وَبِأَحْدِ اللّٰهِ أَفُّوا. Allaha verdiyiniz əhdləri də yerinə yetirin. İbn Cərir deyir ki, وَبِوَسِيَّةِ اللّٰهِ تَعَالَى الَّتِي وَسَّاكُمْ بِحَا وَأَفُّوا وَانْقَادُوا ذَلِكَ. Yəni Allahın sizə verdiyi o vəsiyyətlər ki var ha, yəni onlara qarşı vəfalı olun. بِأَنْ تُطِيعُهُ فِيمَا أَمَرَكُمْ بِهِ وَنَهَاكُمْ عَنْهُ. Yəni Allahın sizə əmr etdiyi və qadağan etdiyi şeylərdə ona itaat edin. تَعْمَلُوا بِكِتَابِهِ وَسُنَّةِ رَسُولِ اللّٰهِ sallallahu aleyhi ve sellem. Yəni Allahın kitabı və Rəsulunun sünnəti ilə əməl edin. Bu elə Allahın əhdinə vəfanın özüdür. Yəni Allahın əhdi, Allahın öz kəlamı və Peyğəmbər sallallahu aleyhi ve sellemə yəni nazil etdiyi hikmətdir. Bu hikmətlə əməl edənlər bu əhdə vəfa göstərənlərdir. Zəlikum vəssəkum bihi ləalləkum təzəkkərun. Bu Allahın sizə olan vəsiyyətidir, əmridir ki, bəlkə ibrət alasınız. Ey təttəizunə və təntəhunə əmmə kuntum fi. Yəni öyüd nəsiyyət alasınız. Üzərinizdə olduğunuz o batildən gedəsiniz. Və ənə həzə sirati müstəqimən fəttəbiuhu. Bu mənim doğru yolumdur. Ona tabi olun. Və lə təttəbius subələ və təfərrəqə bikum ən səbilihi. Başqa yollara
tabi olmayın. Yoxsa o sizi haqq yoldan azdırar. Qurtubi deyir ki, "Həzihi ayatun azimatun atafa ala ma taqaddam." Bu əzəmətli ayə özündən qabaqki ayələrə bağlanır. Və innəhə ləmmə nəhə və əmərə həzzərə ən ittibəyə qeyrə səbili ələ mə bəyyənətəhu əl-əhadisul səhiyətu və əqavilus sələf. Yəni Allah Taala qadağan və əmr etdikdən sonra həzər edir nəyə? Onun yolundan başqa yollara tabi olmağa. Və bu sözlər də hədislərdə və sələfin qövüllərində bəyan olunub. Sırat nə deməkdir? Ət-tariqul-ləzi huvə dinul İslam. Sırat yoldur. O yol ki, İslamdır. İslam dinidir. O yol İslam dinidir. Mustaqimən nusibə ələl-həl və mənə mustaviyyən qaviyyən lə ivəcəc fihi. Yəni, mustaqim dopdoğru, qavi olan, yəni əyriliyi olmayan bir yoldur, yəni mustaqimdir. Və əmərə bi ittibəi tariqihilləzi tarraqahu alə lisani Muhammed sallallahu aleyhi ve sellem və şəriihi və nihayətuhul cənnətu. Yəni Allah Əzzə və Cəllə bu yola tabi olmaq, hansı yola? Peyğəmbər sallallahu aleyhi ve sellemin dili ilə bizə qoyduğu yola tabi olmağı əmr edib. Onun şəriətinə tabi olmağı əmr edib. Nəyə görə? O yolun sonu nədir? Cənnətdir. Və təşəəbət minhu turuq. Həmin o yollarda şöbələnmələr olacaq. Və min sələkəl cəddə nəcər. Kim yolun başına gedərsə, yəni cəddə türklərdə də keçib. Caddə yol deməkdir, yəni küçə. O nicat tapar. Və mən xərəcə ilə tilkə turuq əfədət bihi ilənlər. Kim bu yoldan çıxarsa, o cəhənnəmə düşər. Allah Azze və Cəllə buyurur, və lə təttəbi'us subulə fətəfərrəqə bikum ən səbilhi. Yəni, başqa yollara tabi olmayın, yoxsa doğru yoldan azarsınız. Yəni, meyil etməyin. İbn Məsuddan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləmin belə buyurulduğu deyir. Hatta Rasulullah sallallahu aleyhi və səlləm xəttən biyedihi. Yəni, Allah Rasulü öz əli ilə, mübarək əli ilə bir xət çəkdi. Thumma qal, sonra dedi, Həzə səbilullahi mustaqimə. Bu, Allahın mustaqim yoludur. Thumma xatta xututan ən yemini zəlik əl-xabt və ən şiməlihi. Sonra həmin o xəttin sağından, solundan xəttlər çəkdi. Thumma qal, sonra dedi, və həzə subul leysə minhə səbilun illə və aleyhi şeytanu yədu ilə ileyh. Sonra da o xəttlərin üzərində dedi ki, bu elə yoldur ki, hər yolunda şeytan durub özünə çağırır. Sonra Allahın bu ayəsini oxuyur ki, və ənə həzə sirati mustaqimən fəttəbiyuhu. Bu Allahın doğru yoldur, ona tabi olun. Və lə təttəbiyus subulə və başqa yollara tabi olmayın. Fətəfərrəqə bikum ən səbilhi. Yoxsa doğru yoldan azarsınız. Və lə təttəbiyus subulə. Yəni, başqa yollara tabi olmayın. Ey əl-bidə və şübhət. Yəni, bidət yollara. Bidətə, şübhələrə tabi olmayın. İbnül Qayyim rahiməhullah bu yol haqqında vəciz olaraq belə deyir. فَإِنَّ النَّاسِ قَدْ تَنَوَّعَتْ إِبَارَاتُهُمْ عَنْهُ بِسَبَبِ صِفَاتِهِ وَمُتَعَلِّقَاتِهِ. Yəni, insanlar bu sırat müstaqimi müxtəlif növ ibarələrlə zikr edir. Yəni, onun sifətlərinə və onunla bağlı olan məsələlərə görə insanlar bu yolu müxtəlif ibarələrlə ifadə edir. Və həqiqətuhu şeyun vahidun. Lakin həqiqətdə bu elə bir şeydir. Və huva tariqullahu-ləzi nəsəbəhu li ibadihi məhsuni ileyhi. Bu Allahın yoludur ki, Allah o yolu qoyub ki, qullar ona yetişsin. Və la tariqu ileyhi sivahu. Yəni ondan başqa yol yoxdur. Bəl ət-turuqu kulləhə məsdudatun aləl-xalqi illə tariqil-ləzi nəsəbəhu alə əl-suni rusulihi və cəaləhu məhsulən li ibadihi ileyhi. Bütün yollar məxluqata bağlıdır. Yalnız bir yoldan başqa. O da rəsulların dili ilə qurulan yoldur ki, Allah Taala o yolu nə eləyib? Qullarına qarşı ona yetişsinlər deyə qurub. Və huva ifraduhu bi ibadəti. O da nədir? Allahı ibadətdə təkləşdirmək və ifradu rasuluhu bi-təat. Allah Rəsulunu itaətdə təkləşdirməkdir.
Və la yushriku bihi ahadan fi ubudiyyatihi. Yəni ibadətdə ona heç bir şey şərik qoşmamaqdır. Və la yushriku bi rasulihi sallallahu əleyhi və səlləm ahadan fi taatihi. İtaətdə də Allahın rəsuluna heç bir şey şərik qoşmamaqdır. Və yücərridu təvhid və yücərridu mutabiətur ar-rasul sallallahu əleyhi və səlləm. Yəni tövhidi şirkdən təcrid etmək. Həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm sünnətində bidətlərdən təcrid etməkdir. Yol. Və həzə kulluhu mədmun, yəni bunun hamısı nəyin məzmunudur? Şəhadət ən la ilahə illallah və ennə Muhammedən Rasulullah. Yəni la ilahə illallah və Muhammed Rasulullah şəhadətinin məzmunudur. فأي شيء فسر به الصراط المستقيم وهو داخل في هذين الأصلين. Yəni sırat-ı müstəqim nə ilə təfsir olunursa, bu iki əslə daxil olur. Yəni kəlmə-i şəhadətə. Və nöqtətü zəlik ənə tuhibbuhu bi qalbikə və turdihi bi cuhdikə kullu. Yəni burada nöqtə nədir? Bütün qəlbinlə sevəsən və bütün şeylərdə razılıqda olasan. Və la yakunu fi qalbikə mevdun illə ma'murun bi hubbihi. Qəlbində elə bir yer olmasın ki, ancaq onu sevgi ilə tikəsən, məmur edəsən. Və la yakunu laka iradatun illə mutaalliqatun bi merdatihi. Yəni səndə elə bir iradə olsun ki, yalnız Allahın iradəsinə, razılığına bağlı olan bir iradə olsun. Vəl əvvəlu yahsulu bit tahqiqi şəhadət an la ilahe illallah. Birinci nəyin təhqiqidir? Təhqiqidir. La ilahə illallah şəhadətinin təhqiqidir. İkinci də Muhammed sallallahu aleyhi ve sellemin yəni rəsulluğunun təhqiqidir. Və həzə huvəl huda və dinul haqq. Bu elə hidayətin özü və haqq dinin özüdür. Və huvə ma'rifətul haqq və əməlu bihi. Bu elə haqqı bilmək və onunla əməl etməkdir. Və huvə ma'rifətun mə bə'ətəllahu bihə rasuluhu vəl qəyamu bihi. Bu, Allah Rəsulunu nə ilə göndərib, onu bilmək və onu qiyam etməkdir. Və qul mə şi'tə minəl ibarət, yəni ibarələrdən nəyə deyirsən, əlləti həzə əxiyyətuhə və qutbu rahahə. Yəni ibarələrdən nəyə deyirsən, denə, yəni bu onun ipidir, yəni. Onun özüdür. Səhl ibn Abdullah gözəl bir söz deyir. Deyir ki, aleykum bil əsəri və sünnə. Əsər və sünnətdən möhkəm yapışın. فَإِنَّ أَخَافُ أَنَّهُ سَيَأْتِ عَنْ قَلِيلٍ زَمَانٍ. Mən deyir, qorxuram ki, yaxın zamanlarda elə bir zaman gəlsin ki, إِذَا ذَكَرَ إِنسَانُ النَّبِيَّ sallallahu aleyhi ve sellem وَالْاِقْتِدَاءَ بِهِ فِي جَمِيعِ أَحْوَالِهِ. Yəni, qorxuram ki, elə bir zaman gəlsin ki, bir insan Allah nəbisini zikr etsin və ona iqtida etmək zikr etsin bütün hallarda, həmin o insanı zəmməhu, məzəmmət edələr və nəffərəhu, ondan nifrət edələr və təbərrə minhu, ondan bəri olalar və əzulluhu, onu zillətli, yəni rəzil edələr və əhənəhu, onu küçümsəyələr. Vallahi o dövrdür. Kim tövhiddən və Peyğəmbər sallallahu aleyhi ve səlləmin sünnətindən danışırsa, məzəmmət olur. O adama nifrət eləyirlər. O adamdan bəri olurlar. O adamı rəzil rüsvat etmək istəyirlər. Lakin bir şeyi unudurlar. Unudurlar ki, sən ona məzəmmət edəndə Allah Taala onu yüksəldəcək. Unudurlar ki, sən onlara nifrət edəndə Allah Taala səndən daha xeyirliləri ona məhəbbət edəcək, yəni mələklər. Unudurlar ki, sən onlardan bəri olanda onlar səndən daha xeyirli bir qövm tərəfindən seviləcəklər. Unudurlar ki, sən onları küçümsəyəndə Allah onların şənini artıracaqdır, yəni yüksəldəcəkdir. Daha sonra İbn Məsudun bu əsərini gətirir müəllif, deyir ki, Mən əradə ən yanzura ilə vasiyyəti Muhammedin sallallahu aleyhi və səlləm əlləti aleyhə xətəməhu fəlyəqrəu qavluhu təalə. Kim Muhammed sallallahu aleyhi və səlləmin üzərində möhrü olan vəsiyyətinə baxmaq istəyirsə, Allahın bu ayəsini oxusun. Qul təalə və ətlu mə hərrəmə rabbukum aleykum. Yəni de, gəlin sizə Rəbbinizin sizə nəyə haram etdiklərini deyim. İlə qavlihi hara qədər və ennə həzə sıratın müstəqimən fəttəbiuhu. Yəni bu mənim doğru yolumdur, ona tabi olun sözünə qədər. Sanki Ənam surəsinin 151, 152, 153-cü ayəsi Allah nəbisinin vəsiyyətidir.
Allah aləm, bu İbn Məsudun belə deməyinə səbəb bu olur. Nə olur səbəb? Deməli, İbn Abbas Buxarda rəvayət eləyir ki, deyir ki, ləmmə iştəddə bin nəbi vəcəhu, yəni Allah nəbisinin ağrısı artdıqda belə dedi. Eyyətuni bi kitabi aktub lakum kitaban la taxtalifu ba'dahu. Yəni mənə bir dəftər, qələm gətirin, mən sizə bir şey yazım, məndən sonra ixtilafa düşməyəsiniz. Qalə Umar, Ömər deyir ki, ənnən nəbiyyə sallallahu aleyhi ve sellem qələbəhu vəch. Yəni Allah nəbisinin ağrısı üstəliyib onu. Və indənə kitabullah hasbuna. Yəni bizim yanımızda Allahın kitabı var. Bu bizə bəs edir. Vaxtələfu. Allah nəbisinin yanında başlayırlar ixtilaf eləməyə sahabələr. Və Allah nəbisi deyir ki, qavmu ənni və la yənbəği indi tənazə. Ey qövmüm, mənim yanımda çəkişməyiniz sizə yaraşmaz. Və xarəcə İbn Abbas yəqul. Və İbn Abbas çıxıb belə deyir həmin hadisədə. İnnər raziyyətə, kullə raziyyə. Yəni müsibətin hamısı bax budur. Mə hələ beynə Rasulillahi və beynə kitabihi. Yəni Allahın Rəsulu ilə onun kitabının arasını ayırmağa çalışanlardan. Yəni müsibətin ən böyüsü budur. Və İbn Məsud da deyir ki, mən əradə ən yanzura ilə vasiyyəti Muhammedin. Və bu məqamda İbn Məsud da deyir ki, yəni madam ki Allah nəbisinin vəsiyyətinə baxmaq istəyirsiniz, Əlləti aleyhi xətəməhu, hansı ki onun üzərində möhrü var, bu ayəni oxuyun. 151, 152, 153-cü ayə. Bəziləri də deyir ki, mən əradə ən yanzura ilə vasiyyətilləti kəənnəhu kutubət. Yəni bəziləri də deyir ki, kim Allah nəbisinin vəsiyyətinə baxmaq istəyirsə, sanki onu öz əlləri ilə yazıb, xutim əleyhə, yəni möhrü var orada, fələm tuğayyiru vələm tubəddil, hansı ki o dəyişməyib və dəyişilməyəcək, fəlyəqrəu qul təaləv, yəni Allahın bu ayələrini oxusun. Ənam surəsinin 151, 152, 153-cü ayəsini. Yəni hansı ki ora nə əlavə edə bilərlər, nə ondan bir şeyi əşildə bilərlər. Fe innən nəbi sallallahu aleyhi ve sellem ləm yusa illə bi kitabillahi teala. Çünki Allahın nəbisi yalnız Allah Taala'nın kitabını vəsiyyət edir. Başqa heç nə vəsiyyət etməz. Çünki başqa bir hədisdə Allah nəbisi buyurur ki, və inni tarikum fikum ma in tamassaktum bihi lan tadullu. Mən sizə elə bir şey verirəm ki, əgər siz ondan tutsanız, azmazsınız. Kitabullah, Allahın kitabı. Həmçinin başqa hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, Eyyukum yubəyyuni alə həuləl ayət. Sizlərdən kim bu ayələr barəsində mənə beyyət edər? Hansı ayələr? Ələm surəsinin 151, 152, 153. Və mən vəffə bihinnə əcruhu aləllah. Kim bu ayələrə yerinə yetirərsə, onun əcri Allahın yanındadır. Və mən intəqəsə minhunnə şeyən fəədraqhə Allahu bihi fid-dünya kənət uqubətuhu. Kim o ayələrdən nəyisə nöqsan verərsə əməldə və bu nöqsanla Allah onu dünyada yetişərsə, uqubəti dünyadadır yəni. Və mən əxxərəhu iləl-əxirə, kimin də bu naqisliyini Allah Taala axirətə təxir edərsə, kənə əmruhu ilallah, o inşa Allahadır, inşa əxədəhu və inşa əffə anhu. Allah istəsə onu əzab verər və istəsə onu bağışlayar. Həmçinin şərhçi buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem öz ümmətinə yalnız Allahın vəsiyyət etdiyi şeyi vəsiyyət edə bilər. Yəni onun sünnəti ilə və Allahın kitabı ilə. Hansı ki, o kitabda Allah Taala nə deyir? Tibyanən li kulli şey və hudan və rəhmətun və buşra lil muslimin. O kitab ki,
Orada hər şey bəyan olub. Müsəlmanlar üçün müjdə var, rəhmət var və hidayət var o kitabda. Bu ayələr Allah Azza və Cəllənin və Allah Nəbisi sallallahu aleyhi və səlləmin bu ümmətə vəsiyyətidir. Yəni, əmridir. Yəni, bu əmri də bütün müsəlmanlar təsdiq etməli, onunla əməl etməlidir. Çünki Allahın ayədə deyir ki, və bi əhdillahi əffu, yəni Allahın əhdinə vəfa etmək, Allah Subhanahu taalanın kitabını oxuyub əməl etmək, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnətini oxuyub əməl etmək, əmrlərini yerinə yetirib qadağalarından çəkinməkdir. Allah Subhanahu taala bizi onlardan etsin. Və barakallahu fikum. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.